Mədədə turş mühitin olması çox vacib şərtdir. Hər kəsin mədəsində xlorid turşusu vardır. Bax, bu turşunun görək əhəmiyyəti nədir? Bu xlorid turşusunun təsirindən mədədə olan pepsin aktivləşir. Bu isə qidaları parçalayır, həzm edir. Zürallı qidaları, proteinli qidaların parçalanması üçün çox vacibdir. İkinci növbədə mədədə xlorid turşusu bir sterillik yaradır. Bizim orqanizmimizə qidalarla bakteriyalar, mikroblar daxil olur. Bax, bunlar hamısı mədədə turş mühitin təsirindən zərərsizləşir, məhv olur. Bəs görək, mədəmiz özü-özünü niyə yandırmır? Çünki mədənin divarında bir mukus təbəqəsi var, selik təbəqəsi vardır. Bu, mədənin divarını zədələnməkdən qoruyur. Ancaq bəzi faktorların təsirindən xəstəlik yaranırsa, qastrit, xora və s. əmələ gəlirsə, bu zaman həmin mukus təbəqənin zədələnməsinə bağlı yaranır. Bu zaman etioloji müalicə aparmaq lazımdır. Həm səbəbə qarşı müalicə, həm də regenerasiya təsirli, yəni mədə divarını bərpa edici müalicə aparılmalıdır.